Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 2-ci sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Videoya keçməmişdən öncə kiçik bir xahişim olacaq. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. İndi isə sürətli bir şəkildə variantlar üzərindən izaha başlayaq. Deməli, mətndə birinci sualda burada yazmışdı ki, həyətdəki paltarlar səni buraxılan həyətdə paltar nöqtələrin yerinə uyğun gələn sözü hansıdır? Baxaq. Burada paltar sərdiyi ip qırılıb, bütün paltarlar yerə düşüb. Sərmək daha məntiqli olar. Birə A-nı yazmağımız doğrudur. 2-də mətndə seçilmiş hadisələrin ardıcıllığı. Əvvəlcə ipin qırıldığını Yaşar görmüşdü. Sonra isə evdən alətlər götürüb qayıtmışdı və Yaşarın atası evə gələndə soruşmuşdu ki, sən bugün nə eləmişsən? 1, 3, 2. C variantı 2-də. Aha. Hansı fikir səhvdir? 3-cü suala baxaq. Sənubər xala Yaşarı köməyə çağırmamışdı. Yaşar özü görüb yaxınlaşmışdı. A variantı. 4-də hansı sualın cavabı mətndə yoxdur? Burada B-dir. Yaşar niyə atasına heç demədi? Burada mətndə bu ilə bağlı bir şey yox idi. 5-ci sualda hansı fikir Yaşara aid edilə bilər? Bacarıqlıdır. Çünki kömək eləmişdi. C variantı. 6-cı sualda nümunə ilə bağlı fikirlərdən hansı doğrudur? Burada yazmışdı ki, bənövşələr dizə çıxır, dəstə bağlayırıq biz. Fərəhlənir qəlbimiz. Nə vaxt fərəhlənir qəlbimiz? Çiçəklər açanda. Deməli, 6-da B-ni götürməyimiz daha doğru olar. 7-də hansı bənddəki sözlər cümləni genişləndirmək üçün sualların yerinə uyğun gəlmir? Burada nə zaman, amma mənimlə. Mənimlə, kiminlə sual vermək olar. Ona görə A variantı yanlışdır 7-də. 8-də hansı söz çığ şəkilçisi artırırsa yeni söz yaranar? Dəmirçi olacaq burada A variantı. 9-da baş sözü hansı cümlədə zirvə mənasına gəlir? Burada dağın başına çıxmaq istəyir, dağın zirvəsinə. B variantı. 10-da hansı bənddə hərəkət bildirən söz inkar formadadır? Yəni feil inkardadır. C variantı. Binalar dumanlı havada görünmürdü. C inkardadır. 11-də B-yə diqqət eləyək. Deyir ki, burada qardaşı könülə kömək eləmişdi. Əvəzində hansı ifadəni deyə bilər? Çox sağ ol deyə bilər. 11-də B. 12-də hansı fikir şeirdə Yasəmən aid edilmişdir? Ən tez açan çiçək mənəm. Deməli, Yasəmən tez çiçək açır. 12-də C. 13-də nöqtələrin yenə uyğun gələn söz hansıdır? Səma aldığı qələm və xətkeşin pulunu satıcıya ödədi. Ödədi desək daha doğru olar. Aha. Sonra şeirlərə baxmalıyıq 14-15-ci misraya. 14-15-ci suallarda daha doğrusu. Bir dənə baxın. Gecə yağış yağıbdır. Aha. Burada göbələklərin hamısı eyni rəngdir, səhvdir. Yəni bu şeirdə 14-cü sualda qara da, ağ da. Yəni müxtəlif rənglərdir, eyni rəng deyil. 14A, 15-də də hansı ad şeirə uyğundur? C variantı göbələklər, çünki şeirdə göbələkdən danışır. Belə sürətli bir şəkildə videonu izah etdik. Bundan sonra da videoları sürətli bir şəkildə, yəni izahlarını yerləşdirəcəm. Təşəkkür edirəm.